Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Allahümme ya muallime Adem ve İbrahim allimna ve ya mufahhime Süleyman fehhimna. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ya kerim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, değerli Müslümanlar, biz artıq 8-ci dərsdəyik. Əzzad Akademiyasının 3-cü müstəvisi əqidə dərsliyində və bugünkü mövzumuz hemen 4-cü fəsildəyik, imanı pozan və onu naqis edən fəsildə. Burada birinci küfrü keçdik, sonra şirki keçirik daha doğrusu, keçməkdir. Bugünkü mövzumuz, səhifəni gətirim mən, səhifədən oxuyaq. Bugünkü mövzumuz hemen birinci İkrimə radiyallahu anh İbn Əbu Cəhlin, yəni İslam'a gəlməsini oxuyacaq. Ondan sonra mövzu olarak keçəcəyinə İxlas değil, İxlas ile İkrimənin İslam'a gelmesi hakkında o mövzuda keçəcək. Bundan sonra oxuyacaq Allah'dan başkasından istemək. Yəni hansı cəhətdə olar, hansı cəhətdə olmaz. Allah'tan başqalarından isteməyi nə olar, nə olmaz, onu keçəcək. Dələ ki, İkrimə radiyallahu anh İbn Əbu Cəhl, yəni Əbu Cəhlin oğlu İkrimə ki var idi radiyallahu anh. Onun yani ümumiyyətlə mövzu ixlasdır və onun əhvalatı üzərində bir misal olacaq və onun İslam'a gəlməsi haqqında oxuyacaq. Deməli, Məkkənin fəthi günü ki, Məkkə fəth olundu Hicri 8-ci ildə. Deməli, Allah'ın elçisi sallallahu aleyhi ve sellem 4 kişi ve 2 qadından başqa bütün insanlara aman vermiş və belə demiştir. Yəni bütün insanlara aman vermiş, onların yani qanı malı artıq toxunulmaz olmuştur. Onlara əmin-amanlıq yani söz vermiştir. Onlara toxunmayacaqdır diye. Ama kim? 6 kişi istisna. 6 nəfər yani istisna. Onlardan 4'ü kişi, ikisi ise qadın idi. Ve aman verenden sonra belə yani istisna eləyəndə ki bu 4 kişi ve 2 qadın istisna demişti ki onları hemen o 6 nəfəri öldürün. Kəbənin örtülerine sallamış olduqlarını görsəniz belə. Yəni Kəbənin pərdələrindən o örtülər ki var, örtülərindən yapışmış olsa, sallanmış olsa belə ki onlara toxunmasın diye. Toxunmasın diye yenə də nədir? Onları o cür görsəniz belə öldürün. Yəni o qədər yani İslam'a qarşı düşmənçilik edirdi onlar. Onların arasında İkrimə, yani hemen 4 kişinin arasında 2 qadın, 6 nəfərin ikisi qadın idi, 4'ü kişi idi. Bu 4 kişinin arasında hemen o, yani aman verilmeyen, istisna olunan ki onlara əmin-amanlıq, güvən yoxdur. Hemen o İkrimə İbn Əbu Cəhl, Əbu Cəhlin də adını çəkmişdi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Onun adını çəkmişdi, onda hələ İslam'a gəlməmişdir. Bu səbəbdən İkrimə hemen dənizə çıxdı. Yəni çıxdı dənizə Həbəşistana keçsin deyənə. Yoxsa artıq ona əmin-amanlıq yox idi. Pərdənin nədir? Pərdədən, Kəbənin pərdəsindən yapışmış olsa belə nə olur? Dedilər öldürün. Onları da güclü hemen o dənizə çıxandan sonra gəmidə onları da güclü bir tufan haqladı. Dənizdə tufana düşdülər. Gəmi sərnişinləri, hemen gəmi sakinləri belə dedilər. Dedilər ki, ixlas gətirin. Bildiyimiz kimi bir çox ayələrdə doğrusu, bir çox ayələrdə Allah subhanahu teala müşrikləri misal gətirir. Niyə? Ki onlar çətin ana düşəndə, məsələn bu cür dənizdə bir tufana düşürlər, fırtınaya düşürlər. Başlayırlar nədir? İxlaslı, yalnız Allah'a dua etmeye. Artıq bütün şəriklər unudulur. Çünkü bilir ki o şəriklərin orada heç bir faydası yoktur. Orada onlara Allah'tan başka kimsə xilas eləyə bilməz deyə bilirlər. Ona göre dediğimiz gibi 4 qaydada Muhammed İbn Abdülvahhab'ın rahimullah 4 qaydasından biri de ne gelir? Yani bugünkü müşriklər o vaxtki müşriklərdən pisdilər bir necə cəhətdən. Orada səhv etmirəmsə cəmsi ikisini gətirir. Halbuki yani o fərqlər çoxdur. O yani bugünkü müşriklərin o vaxtki müşriklərdən daha pis, yani şirk baxımından daha müşrik olmasının cəhətlərindən biri də həmən budur. Yani o vaxtki müşriklər dar vəziyyətə düşəndə, yani onda ixlaslı olurdular. Allah'tan başka heç kimdən heç nə istəməzlər. Yalnız və yalnız Allah'tan istəyərlər. Bilərdilər ki, Allah'tan başka heç kim onları o vəziyyətdən çıxarda bilməz. Ama bugünkü müşriklər dar vəziyyətdə də Allah'tan başka hər kəsi çağırdı. Ona göre o vaxtindən də müşriklər. Yani.
Deməli, neynədilər? Həmən gəmi sakinləri hamısı müşrik idi. Gəmi sakinləri dedilər ki, artıq o fırtınaya, tufana düşəndən sonra dedilər ki, ixlas göstərin. Çünki bax burada, yəni bu vəziyyətdə ilahlarınız sizə heç bir ilahlarınızın sizə heç bir faydası yoxdur. Yəni bunu müşriklər belə bilirdi. Bugünkü müşriklərdən fərqli olaraq o vaxtki müşriklər. Deməli, İkrimə də, həmin İbn Əbu Cəhəl, həmən gəmidə olan, həmən an dedi, öz-özünə deyir ki, Allaha and olsun ki, dənizdən məni yalnız ixlas qurtararsa, çünki elə deyir axı çağıran, indi sizi ixlasdan başqa heç nə qurtara bilməz. O ilahlarınız sizi qurtara bilməz. Ona görə nə deyir? Deyir ki, dənizdən məni yalnız ixlas qurtararsa, deməli, quruda da dənizdən çıxır kənarında. Quruda da deməli, ondan başqası məni qurtarmaz. Məni qurtarmaz deyə bu cür nəticəyə gəlir. O sonra nə dua edir ki, Allahım, sənə əhd verirəm ki, Allaha əhd ver, sənə əhd verirəm ki, içində olduğum bu vəziyyətdən məni salamat çıxarsan, məni fırtınadan, tufandan, Muhammedin sallallahu aleyhi ve sellem yanına gəlib, əlimi onun əlinin içinə qoyacağım, yəni onu beyyət edəcəm. Kəndi şəhadət gətirib iman gətirəcəm Allaha və ona itaətdə, tabiçilə və s. Gücü beyyət yəni. Beyyət edəndə çünki nədir? Əli əlinin içinə qoyarlar. Sonra onu da yəni nə deyir? Deyir ki, mütləq onun yanına gəlib əlimi onun əlinin içinə qoyacağam. Onu da yəni baxmayaraq nədir? Rasulullah sallallahu aleyhi ve sellem onların 6 nəfəri istisna etmişdi. Onlara əminamanlıq yox idi. Amma elhamdülillah Rasulullah sallallahu aleyhi ve sellem yəni hər bir şeydə olduğu kimi, yəni döyüşdə belə düşmənlərinə qarşı yəni əmin idi elhamdülillah. Heç vaxt xainlik olmazdır və onun necə rəhimli və s. yəni əhdinə vəfalı, sadiq olduğunu bilərdilər, necə rəhimli olduğunu bilərdilər. Davasının yalnız yəni nəfsi yeri gələndə 20 neçə il Məkkə fəthində artıq 21 il idi ki, İslamla küfür belə davası var idi. Düzdür, yəni qisas da ala bilərdi. Amma elhamdülillah məqsəd yəni adam öldürmək deyil. Məqsəd şəriəti yer üzündə qurmaq idi. Ona görə İkrimə radiyallahu anh nə deyir onda? Deyir ki, yəni o cür Muhammed sallallahu aleyhi ve sellem tanıyırlar. Ona görə nə deyir? Əminliklə deyir ki, onu da yəni Peyğəmbərin yanına gəlib əlimi onun əlinin içinə qoyandan sonra onu da mütləq əff edən və səxavətli görəcəm. Əff edən və səxavətli görəcəm. O cür tanıyırlar sallallahu aleyhi ve sellem. Sonra da nədir? Gəlib müsəlman oldu İkrimə radiyallahu anh. Əl-hədis, yəni hədis nədir? Hədis davam edir. Yəni bu hədisin bir hissəsi də əsas nədir? İxlasla və ixlasın sayəsində, ixlasın, yəni müşriklər belə bilirdilər ki, çətin vəziyyətdə yalnız ixlas onları qurtara bilər, Allaha ixlaslı olmaları. O cür nədir? İkrimə radiyallahu anh qərara gəldi ki, deməli, çətin vəziyyətdə dənizdə yalnız Allah qurtararsa, deməli, elə quruda da yalnız Allah qurtarır. Yəni, əsas çətin vəziyyətdə. Deməli, bu hədisin bir hissəsidir. Bu hədisi Abu Davud və Nəsai rivayət etmiş, Albani səhih saymışdır. Və bildiyimiz kimi İkrimə radiyallahu anh həmən səhv etmirəmsə Yarmuk döyüşündə inşallah bir qrup müsəlmanlarla şəhid olur radiyallahu anh bu arada. İndi isə bugünkü mövzumuz nədir? Və mövzuya keçmədən qısa xatırladım ki, həmişə deyir ki, qaydalar var da. Qaydaları mütləq, hər bir fəndə olduğu kimi, məsələn, biz fiqhi qaydaları keçmişdik, fiqh usulunu keçmişdik o müəyyən səhifədə, müəyyən səviyyədə. Yəni, bu qaydalar çox önəmlidir. Hər bir fəndə qaydalar çox önəmlidir. Çünki qayda biz nə dedik? Bir qaydanı bilməklə biz bir çox o qaydaya aid olan bir çox məsələləri anlamış oluruq. Hətta o məsələlər hal-hazırda bilmədiyimiz məsələlərdir. O qaydaya aid yeni məsələ çıxdıqca biz o qaydaya, necə deyib, onu qaydanın işığında belə o məsələyə baxıb artıq onun hökmünü, o məsələnin cavabını bilə bilirik. Amma qayda bilməyəndə gündə bir məsələ çıxır və neyinir? Başlayırlar araşdırmağa. Halbuki qayda o məsələyə də aiddir. Yəni, heç bir fərqi yoxdur. İndi bunu gələcəm. İndi bəlkə tam aydın olmadı neyi qəsd eləyəm. Mövzu gəldikcə ona toxunacaq. Deməli, mütləq bu da qaydadır. Baxın, başlıq necədir? Uca Allahdan başqasından istəməyin olmaz qaydası. Yəni, bu qayda verir bizə neyi? Allahdan başqa, Allahdan istəmək tövhiddir, Allahdan istəməliyik. Amma
Yani Allah'tan başkaları ki var, məxluqlar. Məsələn, canlısı var, cansızı var. Hə? Onlardan nəsə istəmək ne vaxt caiz olur, ne istemeye caiz olur ve ne vaxt caiz olmur. Bax, bunun qaydasıdır, vabit deyilən bir şey. Bunun qaydasıdır. Bu qaydanı yaxşı yadda saxlayın. Həmən bugünkü gündə çox danışılan şəfaət məsələ və s. Halbuki bunu İslam'a gələndən biz məsələn 25 il, neçə il, 20 ildən çox gələndə bir qısa həmən bu qaydaya aid o vaxt broşurlar var idi. O vaxt belə geniş kitablar yox idi. Broşurlar var idi. Elhamdülillah hamısını oxuyub insanlar o kitablarda bərəkət var idi. Əzbər. Yəni indiyənə kimi əzbər yadımızdadır. Amma indi cild-cild kitablar oxuyuruq. Oradan bəlkə bir neçə səhifə yadımızda qalır, yoxsa yox. Yəni qaydanı biləndən sonra hətta ömür boyu insan nə qədər yeni məsələ çıxar, nə qədər kimlərsə o İslam düşmənləri o yenidən o saqqız kimi o keçən əsrdə olan məsələlər hamısı təkrardır. Köhnə yeni bir şey deyil. Yəni bizim üçün yeni ola bilər. Yəni bu 100 il bundan qabaq, o da 100 il bundan qabaq o cür düşmənlərin atdığı ortaya yəni şübhələrdir, fitnə fəsadlardır, müsəlmanlar arasında sağlam etiqadda olanları yayındırmaq, müsəlmanlar arasında bu təfriqəçiliyi paramparça eləmək, onları təfriqəyə salmaq üçün eyni məsələləri artıq çünki nəticəyə gəliblər vaxtilə təzədən belə müəyyən vaxtdan bir aşırı 10 ildən 15 ildə 50 ildə bir bunu yəni yenidən gündəmə gətirirlər. Halbuki elhamdülillah Quran və sünnə açıq-aşkar bunların cavabını verir. Açıq-aşkar alimlər bu barədə əsrlər öncə danışmışlar. Yeni bir müasir nəvazil deyirlər. Fiqdəki kimi məsələn yeni bir məsələlər çıxır. Fiqh qaydən əvvəl yox idi. Yox, belə bir yeni bir şey deyil yəni. Hamısı köhnə şeylərdir. Onları sadəcə dediği, hər kəs istədiyi bir yorum verir deyənə bilərək və bilməyərək insanları parçalıyor, başdan qaçdırırlar. Deməli, hər kəs Allahdan, indi buna gətirik, bu qayda gəlir. Hər kəs, yəni hər kim Allahdan qeyrisindən yalnız Allahın qadir olduğu bir şey istərsə, şirk etmiş olar. Bu ümumi qaydadır. Bu dirilərə aiddir. Fikir verin, ölülər nə? Gələcək altda, sadəcə qısa deyil. Ölülər şəriətdə mütləq şəkildə qeyri və şərtsiz yəni qeyri-qadir sayılır. Qadir sayılmır. Ölülər heç bir şeye qadir deyirlər. Heç bir şey. Ona görə bu məsələnin ölülərlə heç bir əlaqəsi yox. Gəlirlər deyirlər ölüdən istəsək necə olur? Ölü biz istəmirik. Ölüyə nəsə deyirik. Biz nə bilim ölüdən demirik ki, mənə nəsə ver. Deyirik ki, Allahdan bağışlama. Yəni ölüdən istəyirsən, qutardı getdi. Ölülər qeyri-qadir sayılır. Şəriətdə ölülər qeyri-qadir sayılır. Ona görə şəxsi, yəni özümüzdən danışmıyor, Şeyx Dümeyci olsun, digər şeyxlər, müasirlərdən danışırıqsa, yəni ümumiyyətlə bu mövzuya aid etiqad kitablarında keçəndə deyirlər ki, ölülər bu baba ümumiyyətlə adiyyəti yoxdur. Ölülərdən nəsə nə vaxtsa istəmək caiz olur, nə vaxt caiz olmur məsələsi ümumiyyətlə gündəmdə yoxdur müsəlmanlar. Bu dirilərə aiddir. Və hər kəs Allahdan qeyrisinə yalnız Allahın qadir olduğu bir şey istərsə, şirk etmiş olar. Uca Allah belə buyurdu. Allah'a qoyub qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış. Kim ola bilər? Bu sualın cavabları heç kim. Yəni Quranda bu cür sualların cavabı heç kim mənasında gəlir. Yəni onlardan kim zalim, daha kim zalim ola bilər? Heç kim. Ən zalim adamlar. Nədir? Qiyamət gününə də özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər, bu bütlər olaraq tərcümə edilir, əslində sözü yoxdur. Halbuki o bütlər onların, yəni onların o dua etdikləri, kimdən ki istəyirlər, onların yalvarışından xəbərsizdirlər. Xəbərsizlər. Əhqaf surəsi 5-ci ayət. Sonra amma insan, yəni bu nədir? Allahdan qeyrisindən yalnız Allahın qadir. Yəni o şeylər ki, buna yalnız və yalnız Allah qadirdir. Onu Allahdan başqasından yalnız Allah qadirdirsə Allahdan istəməz. Allahdan başqasından bunu istəmək şirkdir. Şirkdir. Niyə? Artıq onun qadir olmadığı, həmən o şeyə qadir olma sifətini ona yəni aid etmiş olursan, onun qadir olmadığı şeyi ondan istəmiş olursan. Ona görə dediyimiz kimi alimlər nə deyirlər? Bu şey insan, yəni iki səbəb var. Yəni bu cür şey eləyən insanlar iki səbəbi. Ya o insan axmaqdır, elə də deyirlər. Yəni ağlı yoxdur, axmaq bir adamdır.
Yani eğer bilirse o şeye o qadir değil. Niye ondan istəyir onu? Deməli axmaqdır. Ağıl yoxdur insanda. Yani bilirsən ki, bu insan çolaq bir insandır. Məsələn, sən deyirsən gəl futbol oynayaq. Bu insan futbol oynaya bilmir. Yani bu ya estağfurullah onu istehza etməkdir, ya özünü axmaqlığa qoymaqdır. Yani bu insan ya axmaqdır. İkinci səbəb nədir? İkinci səbəb odur ki, mütləq ona etiqad edir. Etiqad eləmək burada nəyə deyilir? Yəni onun hər hansı bir ilahi sifətə, Allahın sifətlərindən hər hansı bir sifətə sahib olduğunu deməli inanırsan. İnanırsan ki, deməli o yəni bu şeyə qadirdir deməli ki, istəyirsən ona. Yoxsa qadir olmadığını bilə-bilə istəməyin axmaqlıqdır. Deməli, e, bu indi gəlir nə? Bu qadir olmadığı bir şey. Allahdan başqa bu insanlar bu şeye qadir deyirlər. Yalnız Allah qadirdir. Bu şeyi Allahdan başqasından istəmək şirkdir. Amma insanlardan onların qadir olduqları bir şeyi istərsə, burada yenə deyirəm, ölülərlə heç bir adiyyəti yoxdur. Bu necə deyirlər? Hadır, qadir, nə? Yəni həm hazır, el-hey, el-hadir, qadir. Yəni həm diri, həm qadir, həm də hazır, yəni yanında olan. Yanında olan insan. Yəni ondan, necə ki, məsələn, ondan dua istəmək deyirsən ki, mənim üçün yəni salih bildiyim bir insan şərt kimdir? Həmən şərtlərdir. Diri olmalıdır və yanında hazır olmalıdır. Yəni, yoxsa o səni eşitmir, burada deyil, yəni sən ona səslənişin, ondan nəsə istəməyin daha doğrusu artıq nədir? O səni hər yerdə eşidir, ən azından ilahi sifəti ona vermək olur. Yoxsa o səni eşitmirsə, yanında deyilsə, niyə ondan nəsə istəyirsən? Deməli, o səni harada olsa eşidir deyə sifəti ona vermiş olursan. Ən azından hələ başqa etiqadlara demirik. Yəni, mütləq, ya dediyimiz kimi, ara sıra təkrarlayır, bunu alimlərin sözləri, ya deyir, axmaq da o insan, ya da ki, mütləq hər hansı bir ilahi sifətə etiqad edir. O insanda ilahi sifətə etiqad edir ki, ilahi sifətə sahibdir ona görə. Deməli, amma insanlardan onların qadir olduğu bir şeyi istərsə, bir problemi yoxdur. Dediyimiz kimi, bu məsələnin ümumiyyətlə bu mövzuya, yəni burada bir şey caizdir, bunun hansı tərəfi caizdir, caiz deyil, yox. İnsanın qadir olduğu bir şey ondan istəyirsən, mənə bu suyu ver, mənə o kitabı ver, mənə misallar gələcək, onu ver, bunu elə, yardım et. Qadir olduğu şeylərsə burada caiz olan, olmayan tərəfi yoxdur. O qadirsə caizdir. Deməli, məsələn, qardaşına deyir ki, insan bir qardaşına, yəni müsəlman qardaşdır, nəzərdə tutulur. Deyir ki, mənə sürməyə avtomobil ver. Məsələn, ver, avtomobil var, ver sürüm. Və yaxud mənə borca pul ver. Əşyaları daşımaqda mənə yardım et. Və buna bənzər adi işlər. Yəni, insanın bacardığı, qadir olduğu bir işləri ondan istəmək nədir? Caizdir. Dediyim kimi, diri, qadir, bir də yanında olan insandan bu şeyi istəmək caizdir. Burada baxdım, buna bənzər adi işlər, bəli. Ölüdən istəməyə gəlincə, indi həmən az öncə demişdik gələcək. Ölüdən istəməyə gəlincə, bu mütləq olaraq şirkdir. Yəni, ölüdən nə istəyirsən istə, hətta sağlığında bacardığı bir şey ola bilərdi. Yəni, birindən bir su istəyirik, sağlığında verə bilir, bacarır. Öləndən sonra ondan onu istəmək olar, olmaz. Hökmü nədir? Şirkdir. Hökmü nədir? Şirkdir. Çünki nədir? Fikir ver, mütləq. Bu qaydanı mütləq həyatda saxlayın. Kimsə şəfaət ortası çıxacaq, kimsə başqa bir şey gedib Peyğəmbərdən istəyim, gedim ərəbcə istəyim, gedim qəbrin başında istəyim, gedim halbuki heç qəbrin başında kimsə buraxmırlar. Divar arasındadır. Sağlığında belə o Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sağ olsaydı divarın arxasında, sən divarın arxasından ona səslənişinlə ərəbcə də olsa, onun anlayacağı dildə olsa belə o səni eşitməyəcəkdir. Yəni öləndən sonra sağlığından daha yəni daha gözəl bir şey deyil nədir? O dediyim kimi, yəni axmaqlıqdır ya da ki artıq ona ilahi sifətlər verməkdir. Ona görə yəni bir çox dediyimiz keçən dəfə Abu Zeyd Məkki, Şeyx Abu Zeyd Məkki həmən o Zad Akademiyasında etiqad kitabını keçən şeyxlərdən biri. Ət-Təhlil Fiqh proqramında da Əl-Fiqhul Akbar dərsliyini keçənlərdən biri. Yəni o cür deyir ki, bu xəyali bir şeydir.
bir fərziyyədir. Yəni əgər belə eləyərsə insana etiqad heç bir eləmərsə, yəni deyir bu cür mümkün olan şey deyil. Yəni bir tövhid əhli gedib bu cür ölüdən nəsə istəməyi, yəni nəsə ona qarşı etiqad etmədən ona bir hər hansı bir ilahi sifətin yəni olmasına etiqad etmədən bu mümkün olan şey bu baş verməyib, baş verməsi də mümkün olan bir şey deyildir. Deməli, ölüdən istəməyə gəlincə bu mütləq olaraq şirkdir. Fərqi də yoxdur ki, diri buna qadirdir ya yox. Yəni diri ikən bu insan ümumiyyətlə, nəinki bu insan, ümumiyyətlə sənin o ölüdən istədiyin şey məsələn, normalda diri bir insanın edə biləcəyi bir şeydir, qadir ola biləcəyi bir şeydir, yoxsa yox. Onun heç bir fərqi yoxdur. Çünki bəziləri nədir? Həmin o yuxarıdakı oxuduğumuz tərif ki var. Məsələn, fikir verin, bu yuxarıda oxuduğumuz Allahdan başqasından yalnız Allahın qadir olduğu şeyi istəmək şirkdir. İndi biri də gəlib bu cümləni kəsir. Veylül lil musallinə, vay olsun namaz qılanların halına, o üslubu deyirlər, bidət əhlinin kəs, sərf edən tərəfi necə namaz qılmayan, indi də vay olsun namaz qılanların halına. Hansı namaz qılanların halına? Arxasını da oxumaq lazımdır. İndi bu hissəsində bax fikir verin, eyni abzasdadır. Bu hissəsini biri durub kopyalayıb, kəsib yapışdıracaq, deyəcək ki, yalnız Allahın qadir olduğu bir şeyi Allahdan başqasından istəmək şirkdir. Mən də ölüdən yalnız Allahın qadir olduğu şeyi istəmirəm ki, yəni ölüdən deyirəm ki, mənim üçün dua elə. Məsələn, bunu yalnız Allah'a, yəni Əhməd də buna qadirdir, Mahmud da qadirdir. Üstəlik deyəcək, ölü də məni eşidir, ölü də belə elə. Yəni deyəcək bu şey. Burasını amma oxumur ki, arxasını bir oxusa, görürsən, bu sözü deyən həmən alimlər nə deyir? Deyirlər ki, ölüdən istəməyə gəlincə bu mütləq olaraq şirkdir. Fərqi də yoxdur. Bu, yəni diri buna qadirdir ya yox. Heç bir fərqi yoxdur. Diri bir insan bunu edə bilir yoxsa yox. Bu insan ölüdürsə, ondan nəsə istəmək mütləq şəkildə nə olursa olsun Allahın qadir olduğu bir şeydir, yoxsa adi diri insanın qadir olduğu bir şeydir, yox, fərqi yoxdur. Mütləq şəkildə şirkdir. Hətta həmən insan onu diri ikən edə biləcəyi bir məsələ olsaydı belə, mütləq şəkildə bu şirkdir. Məsələn, ölüdən, fikir verin, misala, ölüdən borcunun ödənməsini bir şeyi alması, yəni satın alması və bu kimi şeylər istəməsi. Yəni diri sənin borcunu ödəyə bilər, deyirəm ki, mənim borcumu ödə filan kəsə, ödəyə bilər. Mənim üçün get filan şey al, mənim üçün də gedəndə filan şey al. Ala bilər, ala bilər. Yəni dirinin bacardığı bir şeydir. Bunu ölüdən istəsən şirkdir. Çünki dediyim kimi ya axmaqsan, bacarmadığı bir şey ondan istəyirsən. Çünki ölü əvvəlcə dedik ki, bunu bir qayda olaraq yazın. Ölü mütləq şəkildə qeyri-qadirə daxildir. Qadir olmayan, heç bir şeyə qadir olmayan bir məxluqdur, belə deyək. Yəni ölmüşdür də artıq varlıqdır, belə deyək. Ölü də olsa var. Yəni o qeyri-qadirdir, heç bir şeyə qadir deyil ki, sən ondan nəsə qadir olduğu bir şey istəyəsən. Heç bir şeyə qadir deyil ölü. Ona görə ondan Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, yəni hədislərdə belə var idi ki, sən, yəni məndən öncə Ayşə radiyallahu anhə buyurur ki, sən məndən öncə ölsəydi, mən sən məsələn yuyub, kəfənin namazını qılıb, sənin üçün bağışlama ediləyərdim. Yəni bu nəyi göstərir? Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ondan öncə öldüyü təqdirdə Ayşə üçün radiyallahu anh bağışlama diləyə bilməyəcək. Diləyə bilməyəcək. Ölünün əməlləri kəsilir yəni. Cariyə, o sədəqə cariyə istisna. Yəni edə bilməyəcək. Onun sağlığında ancaq edə bilir. Ona görə sağlığında belə edə biləcəyi bir şey öləndən sonra o ölüdən istəmək kimliyinə nasıl olmayaraq bu mütləq şəkildə şirkdir. Yəni bu yəni qayda olaraq biz inşallah ki bilirik. Bilənlər üçün təkrar olsun. Yəni baxırsan təəssüflər olsun. 20-30 ildə insan İslamda da hələ məsələni işləyir. Hələ araşdırır. Ölüdən istəmək şirkdir yoxsa yox. Ölüdən istəmək şirkdir yoxsa yox. Yəni bu nəyi göstərir? İbn Qeyyim kimi. Yəni mümkün olan şey deyil ki, kimsə insanın etiqadını, düzgün, əhlüsünnə etiqadını dəlillə bilsin, sonra etiqaddan yayınsın. Bu insanlar dəlillə etiqadını öyrənməmişlər. Bunlar sadəcə belə yəni oradan-buradan eşidib etiqad olaraq qəbul etdiyi, amma yüngül bir külək əsən kimi həmən külək təsirinə düşən, yəni etiqadsız, etiqad düyünlə də bağlayır insanı. Yəni deməli etiqad yoxdur insanlarda. Sadəcə belə məlumatlar var. Bu hələ də elədir. Başqa bir məlumat gələn kimi gedirlər o məlumatın dalınca. Ona görə yəni bu biraz uzun bəlkə üstündə durduq, amma yəni gündəmdə olan bir şeydir. Yəni bu qaydanı anlamamaqdır. Yenə təkrarlayalım.
ölüdən mütləq şəkildə nəsə istəmək böyük şirkdir. İslamdan çıxardan şirkdir. Ölüdən mütləq şəkildə kimsə nəsə istəyir, o müşrikdir. Cahillikdən mi eləyir, eləmir, biz zahirə görə. O qiyamətə aid həqiqətən onun öyrənmə imkanı yox idi, araşdırdı, tapa bilmədi və s. və s. Nəticədə müşrik olaraq qaldı. O dünyanın hökmü də Allaha aiddir. Allah hədisdə fətrət əhli kimi onlara təzədən peyğəmbər, elçilər yəni göndəriləcək və s. O ayrı bir mövzudur. Biz bu dünyadan zahirinə görə danışırıq, bu dünyadayıq. Zahirinə görə o insanlar müşrik sayılır. Deməli, məsələn, borc ödəmək kimi və s. adi bir şeylər istəmək. Yəni, yenə deyim, niyə görə? Yəni, övlad istəmək, diri sənə övlad verə bilməz və yaxud da ki, yəni, yalnız Allahın qadir olduğu yox. Borcu belə, borcunu ödə istəsə, ölüdən insan mütləq şəkildə bu şirkdir. Sonra, istianə də bunun kimidir. Yəni, istianə nə idi? Biz ibadətdə keçmişdik, yardım diləmək. Yəni, bu, hamısı bunun kimidir, nədir? Həmən o istəməyə daxildir, dua etməyə daxildir. Çünki dua fərqli olur. Yəni, kimsə ruzi istəyir, kimsə. İstianə nədir? Yardım istəyirsə, Allahdan yardım istəyirsən. Və yaxud Allah qorusun, yəni burada Allahdan başqasından nəzərə tutulur. Bunda hökmü eynidir, yəni. Oxuyaq. Deməli, yalnız xaliqin, Allahın qadir olduğu şeydə məxluqdan kömək istəmək şirkdir. Bu kimlərə aiddir? Dirilərə aiddir. Yəni, dirilərdən nə istəyirsən, Allah qorusun, yalnız Allahın qadir olduğu bir şey, yəni o məxluqun qadir olmadığı bir şey istəyirsən, yalnız Allahın qadir olduğu bir şey istəyirsənsə məxluqdan, o artıq şirkdir. İnsanlardan qadir olduqları şeydə yardım diləmək isə problem deyil, yəni caizdir. Qadir olduğu şeylər. Dediyimiz kimi ölülər, bu dirilər ümumiyyətlə bu misal olaraq gətirir. Bu caizdir, caiz deyil məsələsi, yəni dirilərə aid deyil. Dirilərin yardım edə biləcəyi, yəni sənə qadir olduğu şeyi onlardan istəmək caizdir bir mənalı. Bir mənalı caizdir. Amma o artıq Allahın yalnız qadir olduğu və yaxud da ölülərdən istəməyi və s. bu məsələ budur. Bu da şirkdir. Və həmən istianədən başqa həmən istiazə olsun, yəni pənah, yəni sığınacaq istəmək, isticara, məsələn, himayə istəmək, yəni bunlar hamısı dua qisminə daxildir, həmən o istəyə daxildir. Bunu nədir? Allahdan başqasından istəmək olar olmaz, həmən o yuxarıda dediyimiz qismlərə bölünür eyni şəkildə. Bu şeydə olar, bu şeydə olmaz. Deməli, İkinci nədir? İkinci şirkin növü. Deməli, biz birinci şirkin növünü bildik. Böyük şirklərin növlərindəyək. Böyük şirkin növü, birinci növü dua şirkidir. Duada şirk. Böyük şirkin indi ikinci növü niyyət, iradə və qəsd şirki. Yəni, bir şey niyyət etməkdə, iradə, yəni istəyəndə və qəsd etdəyə, yəni güddüyün məqsəd, hədəf nədir? O şeydə Allaha şərik qoşmaq. Niyyət, iradə və qəsd şirki. Bu da ki, xalis nifaq əhli kimi, yəni tərtəmiz nifaq, nafiq olan, Allah qorusun bizə nifaqın böyüyündən də kiçiyindən də, xalis nifaq əhli kimi külli bir iradə eləyən, tam, mükəmməl, başdan ayağı bir iradə ilə, bir istəklə niyyətdə, bunlar oxşar mənalı sözlər gəlir burada. Yəni, o məqsədlə, o niyyətlə nədir? Öz etdiyi əməlləri, yəni Allaha yaxınlaşdıran əməlləri ki var, məsələn, o əməlləri ilə nə istəyir insan? Dünya, göstəriş, riya və ya eşitdirmə, sümə, niyyət etməsi və bununla əsla Allahın üzünə və axirət yurdunu qəsd etməməsidir. Allahın üzünü və axirət yurdunu qəsd etməməsidir. Yəni, bu nədir? Tam xalis o münafiqlər kimi, yəni tam münafiqlər kimlərdir? Yəni, əsl münafiqlər, xalis. O qəlbində əslində kafir olub, özlərini müsəlman kimi göstərənlər. Bunlar, tam bunlar kimi, bunların zahirən etdiyi bütün əməllər, çünki Allaha iman gətirməyib, qəlbində kafirdir. Yalnız nə üçün? Ya, məsələn, o vaxt ki, Bədir döyüşündən sonra müsəlmanların ilk fəthindən, qələbəsindən sonra ilk nədir? Münafiqlər İslama zahirən girdi. Zahirən girdi. İndiki gündə də elədir. Fəth olandan sonra görürsən ki, peyda olur insanlar, yağışdan sonraki göbələk kimi. Dünənə kimi heç bir, yəni deyim, nə dua ilə, nə heç bir şeylə yox idilər ümumiyyətlə.
Ama nedir? O zamanlar ne? Güc gören kimi? Güce kafirler de güce tabidir. Güc gören kimi nedir? Zahiren en birinci büyük qələbə ne oldu? Bədir döyüşündə. Ondan sonra zahiren İslam'a ilk münafikler onda girdi. O vaxta kimi münafikler yok idi. Elhamdülillah ona göre yani səhih hədislərdə, mənbələrdə alimlərin göstərdiyi kimi siyer alimlər vesairedir. Muhacirlərdən olur ki, muhacirlərdən bir dənə də olsa münafik çıxmadı. Allah üçün çünki onlar nedir? Allah üçün yurdunu, hər bir şeyini, dinlərini qorumaq üçün nədir? Çıxıb nədir? İcət etmişlər Mədiniyə. Deməli, bu əsl münafiqlər nədir? Qəlbində kafirdir. Üzdən zahirən bir şeyə görə, ya qorxudan, ya bir mənsəbə görə, vəzifəyə görə, dünya malına görə, hər hansı bir şeyə görə, yəni Allahdan başqa o sonda deyilən kimi, yəni nə Allahın üzünü diləyər, nə axirət yurdunu diləyər, heç bir bu cür axirətlə bağlı, Allahla bağlı heç bir istəkləri yoxdur. Yalnız nədir? Tam bir şəkildə etdiyi bütün əməlləri yalnız və yalnız nə niyyətini edirlər? Hər hansı bir dünya malı dediğimiz yani təkcə pul deyil, ümumiyyətlə dünyəvi istekləri bu, vəzifə də ola bilər, ad, şan, şöhrət də ola bilər, dediyimiz kimi özünü qorumaq, qorxudan da ola bilər. Yəni Allahdan başqa, Allahın rızasından başqa nədir? Hər hansı bir niyyət, hamısı həmin o dünya niyyəti, dünya üçündür. Ya göstəriş üçün və yaxud da eşitdirmək üçün. Necə ki, yeri gəlmişkən deyim, ən çox bunu Şeyximiz Abdurrazak Əlbadır deyir. Həm də ki, onlar o indi Ərəbistanda dərs deyirlər, o şeyləri çox görürlər. Yənidir, o vaxt məsələn bir insan əsasən də həcc, ümrə mövsümlərində danışır bu barədə. Ümrə hər vaxt eləmək olar, yəni həcc mövsümlərində ki, o vaxt bir şeyi insan edəndə onu göstərmək üçün yalnız ətrafındakilərini göstərə bilərdi. Və yaxud eşitdirmək üçün yalnız indi kiməsə deyir, o da kiməsə deyir, bu cür eşitdirə bilərdi. O mümkün gündə təəssüflər olsun, görürsən ki, ümrəyə gedir, durumuna qoyur, ehram geyindir, orada hələ ümrə eləməyib yolda. Yəni riya, süma, bu deyilən, yəni bu deyil, telefonda ağıllı deyirlər, ağıllı telefon, smartfon çıxandan deyir, yəni bir saniyənin içində yəni hər kəsə riya eləyir. Hər kəs üçün özünü göstərir, hər kəsə eşitdirir. Halbuki heç olmasa bir ibadəti qutar, ondan sonra da bu göstərir, heç olmasa göstərirsənsə, heç olmasa ibadətdən sonra eşitdirmək və s. İnşallah yəni ixlasla etdiyin niyyətə, əmələ zərər gəlməz inşallah. Amma yəni ancaq elə buradayam, oradayam, göstəriş, eşitdirmək. Çoxsumuz heç onun fərqində deyil. Hamı eləyir, biz də elə. Ümumiyyətlə insan belə kütlə ilə getməyə meyillidir belə. Meyillidir. Ona görə bu nədir? Həmin o göstəriş və eşitdirmə bu şeylərdə yəni göstərir. Kimsə göstərir ki, filan şeyxin dərsində girdim məscidə. Filan şeyxin dərsindəyim. Bu hamısında bir göstərişdir. Göstərişdir, eşitdirməkdir. Deməli nədir? Bu həmən niyyət, iradə və qəsd şirki nə oldu? Bütün əməlləri xalis münafiqlər kimi bütün əməlləri insan yalnız dünya üçün edir. Göstəriş üçün, eşitdirmək üçün və yaxud da hər hansı bir şey Allahdan başqa, Allahın rızasını qazanmaq üçün deyil, axirət yurdunu qazanmaq üçün deyil, yalnız dünyəvi bir məqsədlə eləyir başına. Bu nə olur? Bu artıq niyyətdə, iradədə, qəsddə neynəmiş? Şərik qoşmuş. Kim üçün eləyirsə, o şeyi nə üçün eləyirsə, o şeyi Allaha şərik qoşmuş olur. Çünki bu şey sırf Allaha aiddir, Allahın haqlarındandır. Uca Allah belə buyurmuş. Münafiqlər həqiqətən də Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar. Göstərmək üçün məcbur. Könülsüz qalxar. Özlərini cəmaata özlərini cəmaata göstərərsə, Allahı olduqca az yad edərlər. Özlərini cəmaata göstərər və Allahı olduqca az yad edərlər. Onlar özlərini cəmaata göstərər və olduqca Allahı az yad edər. Allahı az yad etmək, zikir etmək və bu da Allah qorusun münafiqlərin ayədə keçdiyi kimi əlamətlərindən də ona görə çalışmalı və ən azından
En azından namazın, görürsen ki namaz bitti, salam aleyhem, herkes telefon, herkes diyende yani birçok insana zəng geldi. Biraz gözleyen ne olur ki yani bir iki dakika vaxt çekir. Yani acil bir şey olarsa indi acil kimsə zəng gözləyir o başka. Ama böyle adet halını salı böyle ancak telefonu yaxud durdu getdi başka şey. Yani bir zikr eləmək lazımdır. Yəni şəri sualı belə verməyin Şeyximiz Abdurrazak Elbadə bir neçə dəfə ara sıra təkrarlayırdı o İbn Bazın sağlığında rahimullah. Yani dersinde hele onda gənc idi. Abdurrazak Şeyx atası ilə gelmişti bir. Yani sual vermək istəyirdi. Namazdan sonra namazdan salam verəndən sonra gördü ki normalde şeyhlerin başında hamısı insanlar yığışır, sual verirler növbə ilə və Gördü ki salam verəndən sonra heç kim yoktu yanında. Dedim fürsətdir, gedim sual verim. Hətta İbn Hüseyminlə də belə hadisə baş vermişdi. İbn Hüseyminə də o cür bir sual vermək istəyir. Rəhməllah. Getdim elə ona yaxınlaşmağa. O da kör idi İbn Baz. Yəni elə nəsə deyəndə ona səbbih səbbih dedi. Yəni təsbih et, zikrini elə. O birisilər də sən demə şeyxin adətini bilirdilər. Bilirdi ki, zikirlərini bitirməmiş heç kimdən bir kəlmə söz kəsməzdi. Yəni ona görə nədir? Namazdan sonraki zikirlərdir, səhər axşam zikirləridir. Bütün en azından o Müslüman qalasında bildiyimiz Allah yani müəllifindən razı olsun çok bereketli kitabdır. Demək olar bütün Müslümanların evində en azı bir dənə Müslüman qalası var. Orada gündəlik zikirlərdir. Eve girdin, evden çıxdın, paltar giyinəndə, çıxarında, yeməkdən qabaq, yeməkdən sonra ayağa yoluna, yəni namazla ilgili, ibadetle ilgili hamısı elhamdülillah var. Yani Allah'a az zikir etme münafiliğin alametlerindendir ki biz yani o münafiliğin alametlerinden ve diğer pis alametlerden hamısından kurtulmaya çalışmalıyıq ki o bizde olmasın. Nisa suresi 142. ayet. Üçüncü, deməli bu ikinci növ şirkin ikinci növü indi üçüncü növü itaat şirki. Şirkin üçüncü növü bu da itaat şirki. Bunun üzerinde de biraz duracağız çünkü şeyhlerimiz de durur. Gündemde olan şeyler diyene tağut meselesi itaat şirki. Həqiqətən də təşri nedir? Biz fikə girişte de geçmiştik. Kanun vericilik bizim indide. Kanun vericilik yani kanun koymak, kanun çıkarmak. Üluhiyyətin xüsusiyyətlərindəndir. Allahın ilahiyyət sifətinə aid üluhiyyətin xüsusiyyətlərinə, üluhiyyət tövhidinə aiddir, belə deyim. Biz dedik nədir? Üluhiyyət, rububiyyət, üluhiyyət, ism sifət tövhidi. Bu üluhiyyətin xüsusiyyəti. Halbuki üçünə də aiddir. Ki, cümləni bitirək. Üluhiyyətin xüsusiyyətlərindəndir. Belə ki, hər kəs Allahdan qeyrisinin qanun vermə, yəni qanun qoyur. Qanun vermə, halal etmə, yəni bir şey bu olar veya haram kılma bu olmaz hakkında buna mesela cinayet düşür buna bir ceza var olmaz qadağandır yasaqdır. Bu nedir? Bu şeylerin hakkına sahip olduğuna etikat ederse Allah'tan gayrisinin bu haklara kanun verme bir şey olar olmaz. Kanun olarak bu cür halal veya da haram kılma meselesine gelince halal haram burada şart değil bizim şeriette halal şeriette haram yok ümumiyyətlə bir şeyi qadağan etmeyi, bir şeyi mübah kılmaya, yani icazeli demeyi, icazeli etmeyi bu hakka sahip olduğuna itikad ederse kimse Allah'tan başkasının bu hakka sahip olduğuna itikad ederse nedir? Hemen insanı hemen sistemdirsə, dövlətdirsə, şəxsdirsə fərqi yoxdur. Özü ağlı ola bilər insanın, yani bu Allah'tan başka her ne. Bu ne olur? Hemen o şeyi Allah'a şerik koşmuş olur, ümumiyyətlə şirk koşmuş olur. Allah Teala buyurdu. Yoksa onların Allah'ın dinde izin vermediği şeyleri onlar için kanuni edebilen şərikləri vardır. Mənaca tərcümədə keçmişdi, kanun, sonra sildi, onu düzeltdi. Deməli, o şeyleri onlar için şəriət kanunu edebilen şərikləri mi vardı? Aslında biz bu tərcümenin uygun görmədik. Niye? Çünkü bizim dildə bildiyimiz qədərini, bəlkə o az da olsa başka mənada sırf sadece adi hər hansı bir kafir qanunu veya qanun mənasında işlənir bilmirəm. Ərəbcə işlənir. Amma bizim dildə bildiyim qədər şəriət dillərində yalnız və yalnız İslam qanunları, İslam hüququ nəzərdə tutulur. Ona görə belə murciyələrin alətlərinə çevrilməsin deyə bu mənanı dəyişdirdik burada. Mənaca tərcümə daha uyğun olanı qoyduq. Niyə? Çünki hələ bilərlər bu cür şəriət sözünə biz desək, Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır. İndi murciyələr deyir ki,
Biz demirik ki, bu şəriətdir. Bu şəriət deyil. Burada şəriətdən deyil söhbət gedir. Onlar üçün şəriət qanunu edən onlar demir ki, çünki belə deyirlər. Demirlər ki, bu şəriətdir. Demir ki, bu İslamdandır. Yox, biz bilirik, günahkarıq və s. və s. Bu 100 dənə don geyindirirlər. Əslində halbuki şəra şəri, yəni sadəcə qanuniləşdirmək, qanun etmək, qanun çıxarmaq, onlar üçün qanuni etmək, yəni icazəli mənasında qanunidir. Var qanuni, var qeyri-qanuni. Qanuni etmək. Yəni nədir? Allah Subhanahu taala buyurur ki, yoxsa onların Allahın dində izin vermədiyi bir şeylər var, Allah Subhanahu taala dində izin vermir. Hansısa məsələn vacibləri tərk etmək, haramları etmək. Dində bu şeyləri izin vermir. Məsələn, bu onlardan biri. Yəni Allahın dində izin vermədiyi şeyləri onlar üçün, o insanlar üçün qanuni edə bilən, ya onları qanuniləşdirən şərikləri vardır. Şura suresi 21. Yəni Şinqiti rahimullah nə deyir? Demişdi bu ayənin təfsirində. Demişdi ki, Allahın dində Adval Bəyandır şeyxin təfsiri. Deməli, Allahın dində izin vermədiyi şeyləri qanuniləşdirənləri, Allahın dində izin vermədiyi şeyləri qanuniləşdirənləri, onları qanuni edən insanları neynir? Allah Subhanahu Teala şəriklər adlandırır. Çünki deyir, yoxsa onların Allahın dində izin vermədiyi şeyləri qanuniləşdirən şərikləri mi vardı? Allah Subhanahu Teala onları artıq şərik adlandırır. Çünki o insanlar onlara Allahın izin vermədiyi şeyi onlara qanuni edən, haramı halal, halalı haram, yəni müəyyən, yəni bu şeyləri onlar üçün qanuni edən insanları nə etmiş o insanlar? Allaha şərik qoşmuş olurlar. Çünki bu sırf yuxarıda deyilən kimi bu Allahın haqqıdır. Allahdan başqasına bu haqqı vermək artıq şirk qoşmaqdır. Həmən o insanların şəxslərdir, kimlərdir? Allaha şərik qoşmaqdır. Deməli, nədir? Şinkitin bu yeri bitdi burada. Allah Teala şəriklər adlandırıb intihə. Deməli, Adi bin Hatim radiyallahu anh, sahabə, deməli, əvvəl xristiyan olmuş. Belə rivayət olunur. Yəni Adi bin Hatimdən belə rivayət olunur. Deyir ki, mən Peyğəmbərin sallallahu aleyhi ve sellem Bəraət surəsində belə oxuduğunu eşitdim. Bəraət surəsi Tövbə surəsinin adlarından biridir. Çünki ilk sözdə Bəraət sözü gəlir orada. Deməli, Bəraət surəsində belə oxuduğunu eşitdim. Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini tanrılar qəbul etdilər. Orada Məryəm oğlu İsa'nın da var. Sadəcə tərcümə nə qədərdirsə o qədərini, tərcümə deyəndə ərəbcəsi nə qədərdirsə o qədərini saldı. Deməli, onlar nə edilər? Əhli kitab baş keşişlərini və rahiblərini tanrılar qəbul etdilər. Özlərini Rəbb qəbul etdilər. Tövbə surəsi 31-ci ayə. Bu ayəni eşidincə Peyğəmbərimizin sallallahu aleyhi ve sellem səsindən Adi həmən sahibə radiyallahu anh belə demişdir. Dedi ki, amma onlar əhli kitab. Burada deyir axı, onları özlərinə Rəbb etdilər, Rəbb. Amma onlar onlara ibadət etmirdilər. Yəni o əhli kitab, o keşişlərə, rahiblərə ibadət etmirdilər deyir. Onlar sadəcə onlar üçün bir şey halal etdikdə, yəni o keşişlər, baş keşişlər, rahiblər, o həmən onları Rəbb götürənlər, özlərini Rəbb tutan, Rəbb edənlərə nədir? Bir şeyləri halal etdikdə onu halal sayar. Həmən insanlar onu halal sayar, bir şeyi də haram qıldıqda onu haram qəbul edərdilər. Bunun üzərinə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Adi bin Hatimin bu sözünə buyurdu ki, bax bu, yəni onların o şeyi onlara halal edib, onlarda o halal olaraq qəbul etmələri, onlara itaət etmələri, bu halal etmək məsələsi şərt deyil. Murciələrin dediyi kimi mütləq halal dili ilə deməlidir qəlbdən. Çünki biz bilmirik qəlbləri mütləq dili ilə deməlidir halaldır. Yox. Halal saymağın istihlaldir, təhlilli və s. Onun bir çox formaları var. Deməli, bax bu Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu ki, bax bu, həmən bu nə idi o? Halal etdikdə onu halal sayar, bir şeyi də haram qıldıqda onu haram qəbul edərdilər. Bax bu onlara, həmən onu qəbul edən, həmən o baş keşişləri və rahiblərin sözlərini ki, qəbul edənlərə nədir bu? Onlara, həmən o keşiş və rahiblərə ibadət etmələrdir. Elə bu ibadətdir. Ona görə Muhammed ibn Abdülvahhab kitabı Tövhidində həmən başlıqdır hətta.
ayırır. Başlıq bu cür ki, halalı haram etməkdə, haramı halal etməkdə itaət etmək özü şirkdir. Onları rəbb etməkdir. Yəni o itaət olunanları rəbb etməkdir. İnsan onları rəbb özünə seçməkdir. Deməli, bu onlara ibadət etmələridir elə. Rasulullah sallallahu aleyhi ve sellem sözü ilə. Bu hədisi Tirmizi ixrac etmiş, Albani həsən saymışdır. O biri dördüncü şeyə keçmədən əvvəl sadəcə bəzi qeydlər deyil. Yəni İbn Qeyyimin hər bir dövrün bir tağutu var. Yəni İbn Qeyyim dediyi kimi İbn Qeyyimin dövründə, yəni hər bir qövmün tağutu hökmünə baş verdikləri belə deyil, mənbədir. Yəni kimin hökmünə baş vurdular? Allahdan başqa qaynaqlar nəzərdə tutulur. Yəni şəriət, məsələn, alimə gedirsən, qaziyə, Allahın şəriətinə baş vurursan, yox. Yəni Allahdan başqa, Allahın şəriətindən başqa, deməli, mənbələrə, belə qaynaqlara, qanunlara, nə bilim, baş vurmaq, hökmünə baş vurmaq, həmən o nədir? Hər qövmün tağutu odur demişdir. Ondan sonra nədir? Həmən o insanlar itaət olunan, tabi olunan və məbud, ibadət olunan, yəni hər hansı bir şeyə qarşı həddini aşırlarsa, həmən o niyə qarşı həddini aşırlarsa onlar tağutdur. Yəni bir insanlar, dediyimiz kimi, bu o mövzudan danışırıq, qanun vermək, təşrih. Bu yalnız haqq kimə aiddir? Allah Subhanahu Teala. Başqa heç kimə aid deyil. Allah Subhanahu Teala aiddir ancaq. Bu nədir? Sən bir insana bu şeydə itaətdə həddini aşırsansa, o məsəl üçün Allahın dində izin vermədiyi bir şeyləri, məsələn, haramı halalı haram qılır və insan o şeydə həmən onda itaət edirsə, deməli o itaət olunana qarşı bu şeydə nədir? Həddini aşmış olur. Bu itaətin çərçivəsi var, tabiçiliyin çərçivəsi var. Burada həddini aşmış olur və kimi səbəbilə həddini aşdı? Həmən o qarşıdakinin səbəbilə. Həmən o qarşıdakı nə olur? O şəxs hər kimdirsə, o artıq olur nədir? Tağut. Ona görə bu əsas üç şeyi niyə qeyd edirlər? Çünki əsas bu üç şeydə insan nədir? Qarşı tərəfə həddini aşır, Allahın qoyduğu həddləri aşır və onlar da onun tağutu olur. İbadətdə, itaətdə və tabiçilikdə. İtaətdə məsələn əmir sahiblərini misal gətirirlər. Yəni bu cür şeylərdə onlara əmirlərinə itaət etmək. Tabiçilikdə elm sahiblərini deyirlər, bəzi alimlər, ən çox da əhli kitabda məsələn həmən az öncə oxuduğumuz hədisdə olduğu kimi insanlar həddini aşırlar tabiçilikdə, o şeylər də artıq nə olur? Tağut olur onlar üçün. Və yaxud ibadətdə. Allahın izin vermədiyi ibadət yalnız və yalnız Allahın haqqıdır. Nədir? İnsanlar bu haqqı başqasına aid edib Allahın qoyduğu həddi, çərçivəni aşıb o şeyləri tağutlaşdırmış olurlar. O şeylər artıq tağut olmuş olur. Ona görə Şeyx Əbu Zeyd Məkki bunu əvvəllər də dərsdə bir-iki dəfə səhv demişəm, ən azı bir dəfə demişəm, təşrih məsələsində daha doğrusu, təşrih. Yəni qanunvericilikdə bu, məsələn, qanun vermək böyük şirkdir, başqa cür qanun verəndə, məsələn, bu halda kiçik şirk olur, o belə şey yox. Yəni bir dənə qanun belə, Allahın izin vermədiyi bir qanunu kimsə qanunləşdirərsə, yəni haramı halal, halalı haram qanun edərsə, təşrih deyirlər də, qanunləşdirərsə, neysə, qanun qoyarsa, Allahın dində izin vermədiyi bir şey, həmən az öncə oxuduğumuz ayə və başlıq kimi, o artıq Allaha şərik qoşmuş olur. Birinin olsa belə. Birinin olsa belə. O ayə nədir? Bir zina hökmünü dəyişdi. Yahudilər nə edir? Əvvəl daşqalaq var idi. Düzdür? Onların şəriətində daşqalaq idi. Evli zinakar. Amma sonra nə edirlər? Gördülər ki, imkanları daşqalaq edə bilmirik. Ancaq elə kasıb-küsubu daşqalaq edirik, zəifi edirik. Dedilər ki, bunlar indi özlərini sıxışdırmadılar. Yahudilər indikilərdən daha yaxşıdır. İndiki özlərinə müsəlman deyənlər o qanunu, ümumiyyətlə zinanı heç haram görməyib, yəni ki, mübah qılanlar. Yəni onlar özlərini sıxışdırmadılar onun o ədalətsiz yolu. Dedilər ki, gəlin ədalətli olaraq ortaq bir cəza eləyək ki, imkanları da o cəza ilə cəzalanıraq nədir? İmkansızları da o kasıbı-küsubudur. Nə edilər? Axırda üz qaraltma və s. bu cür bir cəza özlərindən çıxartdılar. Yəni bir dənə hökmünü dəyişirlər. Cəza saxladılar, zinakar cəzalanırdı. Onlar buna aid ayə nazil olmuşdur. Düzdür, yəni Allahın hökmünə hökm verməyənlər
məhz kafirlərdir, əliflərlə dediyimiz ki, alimlərdir. Əlif müəyyən artikellə gələndə küfür sözü və yaxud da ki, o faili kafirlərdir. Əliflərlə gəlirsə, orada böyük küfür nəzərdə tutulur. Necə ki, bir insanla küfür və şirk arasında fərq namazı tərk etməkdir. Orada da əliflərlə gəlir. Namazı tərk etmək küfürdür. Böyük küfürdür, İslamdan çıxardan küfür. Ayədə də nədir? Əliflərlə gəlir. O böyük küfürdür. Deməklə, amma bugünkü gündəkilər zina ümumiyyətlə halal sayırlar. Müəyyən yaş var. Özür istəyirəm. Qızın öz atası belə yəni şikayət etsə, desə olmaz, nəsə də bir qeyrəti varsa, sıxışdırmasısa özünə, yəni onu belə içəri ata bilərlər. Şikayət eləsə, deyəcək ki, mənim insan hüququm pozulub, 18 yaşa çatdı, nə istəyir edə bilər. Yəni, bugünkü günlərə amma bugün yahudilərdən də pis, o cür qeyrətsiz, o cür Allahın şəriətinə sayğısız olanlar yenə də müsəlman sayılır bəzi öz hükümlərinə görə. Deməli, bu, yəni əlhamdülillah hamımızın bildiyi bir şeydir. Sadəcə vurğuladıq bunu biraz da şeyxlərimiz də eləmişdir. Çünki gündəmdə olan hər dövrün bir tabutu var. Gündəmdə ən böyük problemlərdən biri budur. Bunu bilin, yəni. Təkrarlayaq. Təşri dediyimiz qanunvericilikdə böyük, indi Allahın hökmünə hökm verməməkdə məsələn var deyirlər, kiçik küfür, müəyyən şeylər bir və yaxud iki dəfə eləyərsə halal saymadan, müəyyən şərtlər var da, halal saymadan, amma başqa şeylərə şəriətlə hökm verən qazilərdən söhbət gedir orada. Ona görə hər kəsə məsləhət görürəm. Düzdür, tərcümələrdə bilmirəm, tamdır yoxsa yox, Təhkim-i Qavanin, Muhammed ibn İbrahim Şeyxin risaləsi var köhnə. Biz elə o vaxtdan İslama gələn belə kiçik bir risalə idi, broşur. Yəni orada əlhəmdülillah hamısı var. Kitabı axıra kimi oxumayanlar əvvəlini oxuyurlar. Halbuki belə var idi belə adamlar, elə müəyyən ərəb ölkələrində oxuyublar. O broşuru axıra kimi oxuyurlar, ancaq əvvəlindən yapışıb deyirlər. Ən birinci sual verdiyim kitabı axıra kimi oxumusan, deyir, çaşbaş qalırlar ki, niyə bəyəm? Deyirəm, ən son səhifədə yazılır ki, ən son səhifədə. Cəmsi 26 səhifə necə? Ən son səhifədə yazılır ki, Muhammed ibn İbrahim Əleyhisselam deyir ki, bura qədər dediklərimiz, yəni bu şəriətlə hökm verən qazilərə aiddir. Tək-tük məsələdə təkrarlamadan, halal saymadan və s. bu cür kişi. Amma bunu təkrarlayarsa, onlar qeyd və şərtsiz kafirdirlər. Qeyd və şərtsiz, orada əmması, lakini, belə halda elə olar, elə heç bir şey yoxdur. Sonuncu səhifədə var. İndi sonuncu səhifəyə kimi oxumadan insanların üstünə gəlirlər. Ona görə nədir? Bu, dediyimiz kimi, təşridə böyüyü, kiçiyi, yəni bölgüsü yoxdur. Təşridə hamısı böyük şirkdir. Üluhiyyətdə də, isim sifətdə də, rububiyyətdə də təşri nədir? Bu, Allahın izin vermədiyi şeyləri qanunləşdirmək böyük şirk sayılır. Bir dənə qanuna görə. Təəssüflər olsun, adını qoyulur bəziləri belə, yəni yenə o deyim, başqa bir şübhə onu deyim, sonra keçək onu da bitirək dərsimizi. Sonuncunu oxuyaq. Bizim 4 dəqiqə arası qalıb vaxtımız. Yəni bəzi belə şübhələr deyirlər, təbdil. Yəni halbuki yəni Quranda, hədisdə təbdil sözü gəlmir. Özlərinə belə yeni şeylər dəyişdilər. Təbdil küfürdür deyir. Təbdil nədir? Dəyişdirmək. Yəni bu deyir insanlar şəriətin üstünə gəlmirlər ki, bunlar elə biri gəlib nə bilim seçki ilə məsələn, biri nə bilim güclə gəlib, çevrilişlə gəlib, bunlar elə hazır küfür bir sistemin qanunun üzərinə gəliblər. Bunlar deyir, bunu qoymuyublar ki. Dəyişdirmək küfürdür. Yahudilər neynədir deyir, daşqala hökmü var idi, götürüb dəyişdirirlər. Küfür odur. Yəni, deyək ki, sizin belə dırnaq arası gözünüz aydın olsun. Yəni, o dediyiniz insanlar, yəni gələndən sonra, o gəldiyi, tutalım ki, onu da sıfırlayaq, gələndən sonra o qədər şəriətə zid şeylər var idi. Sovet dövründə, hamıdan üzr istəyirəm, Lut qövmünün əməli qadağan idi. Sovet dövründə. Sovet dağıldı, bu insanlar gəldi, yəni o qadağanı qaldırdılar. Artıq qadağan deyil, mübahdır. Heç kim ona nə cinayət, nə heç birini aça bilər, nə qınaya bilər, heç bir şey. Yəni hər yerdə azaddılar. Qanunləşdirdilər. Sovetliyi ilə ateizm bir də qadağan idi.
zinadır, qadağan idi. Yəni ruslarda belə, biz Ukraynada doğulub böyümüşük. Yəni orada belə icazə yox idi. Nə məktəbdə buraxılardı, müəllimdirsə müəllimlikdən çıxarılardı, o birisi bu birisi. Yəni Sovetin şeyinə baxın. Ondan sonra o deyir kimsə üstünə gəlib, sonra onu dəyişdirdiyinə baxın, halallaşdırdılar. Halaldır. 18 yaşdan nə istəyirsən elə. Yəni heç doğma atan da, qardaşın da heç nə sənə deyə bilməz. Bir şey desə yeri həbsdədir. Və yaxud başqa ya Azərbaycanın da ya Türkiyəni götür. Türkiyədə yaşayanlar yaxşı bilir. O bəziləri danışanda heç nə oradakı qanunlar dəyişikliyindən xəbər olmayanlar elə bilirlər heç nə yox. Yəni o qədər gələndən sonra şəriətə zidd, yəni o qədər qanunlar qəbul olundu. O qədər qanunlar qəbul olundu. Yəni orada müsəlman qadınlar həbsxanada doludular. Ailəsi ilə, uşaqları ilə bərabər körpə uşaqları evdə saxlayırlar. Qadınlar götürürlər, qonşuya buraxırlar. Sırf müsəlman olduğu üçün başqa bir şey deyil. Yəni bu insanın dini nə olsun müsəlmandır. Bəlkə bir oğurluq eləyib və yox. Sırf müsəlman olduğu üçün. İndi bu zülmdür, onu demirəm. Yəni qanun küfür o qədər qanunlar qəbul olunub, o qədər küfür sözlər işlənib, şəriət nə deyirlər ona təcdid, şəriət yenilməyə möhtacdır. Bugünkü elə də söz bugünkü günümüzə cavab vermir. Halbuki alimlərin icması ilə bu küfürdür. Bu söz demək, heç şəriət qanunu dəyişməsən belə, heç sən hər hansı bir vəzifədə olmasan belə, bu etiqadda olan insan ki, şəriət bugünkü günümüzə cavab vermir, onlar əvvəldə qalıb, bu insanlar bu əsrdə yaşamırlar deyəsən deyirlər. Yəni sanki bunlar şeydən gəlib, nə deyirlər ona, ibtidai dövrdən, yəni nəsə qədimdən gəliblər. Onlar nə bilim şəriəti yeniləmək lazımdır və s. Bu söz icma ilə küfrdür. Bu heç nə dəyişməsən də icma ilə küfrdür. Yəni bu cür insanlara təəssüf olsun, bu cür insanlara insan demək olar onlara, insan kimi yaradıb olur. İnsanlar müsəlman deyirlər, müsəlman deyirlər. Həm də nə dünən eyni etiqadı paylaşdığımız tağutu inkar edən bir insanlar bunu deyirlər. Allah hidayət versin. Deməli, o təbdil məsələsi dediyim kimi, yəni ancaq təbdili küfür sayırlarsa gözləri aydın olsun. Yəni hakimiyyətə gələndən o tağutlar hamısı elə təbdil edə-edə ondan əvvəlki kafirlərin belə qadağan etdiyi, həqiqətən Allahın da qadağan etdiyi şeyi qadağan etdikləri cəzaları fərqli ola bilər. Amma yəni bu da qadağan idi, bu da zina qadağan idi, zina qadağan. Lut qövmünün əməli qadağan idi, qadağan idi. Amma nədir? O birisilər gəlib onları halal, heç bir cəzasız, ümumiyyətlə cinayət şeyindən çıxardır. Onları heç yəni cəzasız halal bir əməl kimi qanunləşdirdilər və s. Yəni təbdil də edədilər. Sadəcə o insanlar necə ki, yəni onlara bir möcüzə də göstərsən, necə ki Peyğəmbərin sallallahu aleyhi ve sellem və digər Peyğəmbərlərin zamanında açıq-aşkar möcüzələr göstərdikdə belə onlara belə iman gətirməyən insanlar var idi. Yəni bunların da Allah qorusun qəlbləri möhürlənib. Onlara nə göstərsən də xeyri yoxdur. Və sonuncu, dördüncü şirk məhəbbət şirki. Məhəbbət şirki və məhəbbət şirki dedikcə şey yadıma düşdü. Burada ikinci növ niyyət, iradə və qəsd şirki var. Bu etiqadla bağlı şirkidir. Çünki niyyətdir, iradədir, qəsddir. Nədir? Zahirən insan gözəl əməllər edir. Bunlar amma niyyətdir, iradə, qəsd, bunlar hamısı qəlbə aiddir. Bu dördüncü şirk növü də məhəbbət şirkidir, bu da qəlbə aiddir. İndi əməldə nəyəsə büruzə verilərsə, əməldə ayrıca şirk olur, o başqa. Amma sırf özü məhəbbət qəlb əməllərindəndir. Deməli, bunun hansı məhəbbət şirk sayılır? Çünki məhəbbət var, fitri məhəbbət, insan öz valideynlərinin, ailəsini, övladını, məsələn, və yaxud adi kimsə, məsələn, müəyyən dünya, məsələn, gözəl yemək yeməkmi, nə bilim, gözəl miniymi, bəzi şeyləri geyinməkmi və s. sevər. Bu təbii bir şeydir, o məhəbbətdən söhbət gedir. Burada nəzərdə tutulan məhəbbət yalnız tək və şəriki olmayan Allaha bəslənməsi gerəkən hörmət, iclal, təzim, uca tutmaq, zəlil, yəni Allah qarşısında zəlil olmaq, alçalmaq, zəlil olmaq və itaətə gətirib çıxardan übudiyyət məhəbbətidir. Yəni o cür übudiyyət məhəbbəti insanı qul edən, abid edən, Allaha onunla yaxınlaşdığı bir məhəbbətdir ki, o məhəbbət onu nəyə gətirib çıxarır o cür məhəbbət? Gətirib çıxarır Allaha tam nədir? Əgər Allaha bəsləyirsə,
hörmət etmək, Allah'a təzim etmək, uca tutmaq, onun qarşısında alçalmaq, ona itaət etmək və bu cür məhəbbətdən söhbət gedir. Yalnız Allaha bəslənməsi vacib olan məhəbbətdən söhbət gedir ki, bax bu məhəbbəti Allahdan başqasına sərf etmək nə olur? Artıq məhəbbətdə, çünki bu məhəbbət Allahın haqqıdır. Allaha şərik qoşmaq olur. Nə vaxt ki, bunu dedikcə gözümə sataşdı. Yəni, bu təşri biz dedik ki, nədir? İtaət şirki məsələn. Bu təşrdə üluhiyyət, isim sifət və rububiyyət şirki. Yəni bu şeylərdə şərik qoşulmuş olur. Niyə? Rububiyyətdə çünki dediyimiz kimi halal etmək, haram qılmaq, yəni ümumiyyətlə insanlara şəriət, qanun qoymaq nədir? Qanun qoymaq yalnız Allahın haqqıdır, rububiyyətinə aiddir. İsim sifətlə nə əlaqəsi var? Məsələn, Allah Əl-Həkəmdir, Əl-Həkimdir. Hökm yalnız ona məxsusdur. Yəni isim olaraq, sifət olaraq bu yalnız ona məxsusdur. Üluhiyyətdə də həmin bu haqq. Yəni bu haqq Allaha mühakimə olmaq, onun şəriətinə mühakimə olmaq və s. Bunlar hamısı ibadətdir və bu yalnız və yalnız Allahın şəriətinə ola bilər, Allaha aid ola bilər. Onu da Allahdan başqasına sərf etmək, bu haqqı, həmin o qanun vermə haqqı olsun və s. Qanun çıxarmayan qanunvericilik Allahdan başqasına aid etdiyi üçün bu da uluhiyyətdə də şərik qoşmuş olur. Deməli, məhəbbət şirkində qaldıq. Nə vaxt ki, bəndə bir qul bu məhəbbəti az öncə dediyimiz, yəni həmən o təzim etməyə, zəlil olmağa, itaət etməyə gətirib çıxaran məhəbbət ki var, bax bu cür məhəbbəti Allahdan başqasına yönəldərsə, ona, yəni Allaha böyük şirklə artıq şərik qoşmuş olur. Dəlil isə uca Allahın bu sözüdür. İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Allaha tay tutur. Onları da Allahı sevdikləri kimi sevirlər. Allahı sevdikləri kimi, yəni tay tutmaq, Allaha tay tutmaq nə olur? Necə tay tuturlar? Onları Allahı sevdikləri kimi, həmin tay tutduqlarını Allahı sevdikləri kimi sevirlər. Yəni məhəbbətdə Allaha tay tuturlar, şərik qoşurlar. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Əl-Bəqərə surəsi 165. Burada sadəcə iki mənada işlənir görürsən. İman gətirənlər, mənaca tərcüməçi necə özünü, yəni uyğun, ən yaxın, düzgün, racih bildiyini məsələn tərcümə edir. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Yəni burada nə anlaşılır? İman gətirənlərin sevgisi Allaha olan sevgisi daha güclüdür. Kimlərdən? Yəni həmin o, belə deyim, müşriklərin şərik qoşduqlarına olan sevgilərindən. Yəni möminlərin Allaha olan sevgisi, müşriklərin o şərik qoşduqlarına olan sevgilərdən daha güclüdür. Bu cür də anlaşılır. İkinci məna necə anlaşılır? Müşriklər də Allahı sevir. Düzdür? Amma tay tuturlar, o sevgidə şərik qoşulur. Yəni tam yalnız Allahı sevmirlər, o sevgini bölüşdürürlər. Allahı da sevirlər, necə ki Allaha da ibadət edirlər, qoşduqları şəriklərə də. Allahı da sevirlər, qoşduqları şəriklərə də. Deməli, ikinci məna nədir? Müşriklər Allahı da sevir. Müşriklər Allahı sevir, amma möminlər də sevir. Amma möminlərin sevgisi, Allaha olan sevgisi, müşriklərin Allaha olan sevgisindən daha güclüdür. Alimlər izah edir. Niyə görə? Çünki möminlərin sevgisi kamildir. Bütün sevgilərini Allaha sərf etmiş, həsr etmiş olurlar. Amma müşriklər o sevgini bölüşdürürlər. Yəni bir hissəsini Allaha, bir hissəsini ibadətdə olduğu kimi şəriklərinə aid edirlər. Deyəcəyimiz bu qədər. Biz iki mövzuda çox durduq deyənə vaxtımızda inşallah tamamladıq. Və qulu qavlu hədə və estağfirullah li və ləkum və lisa'il muslimin. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illə ente estağfiruka və etûbü ileyk. Allahümme salli və sellim alə nebiyyina Muhammed və alə alihi və sahbihi ecmaîn. Esselamu aleyküm və rahmetullahi ve berekatuhu.